düz əxlaqa biraz gedir mövzuya. Bir dəqiqə danışım, qadım, qəşəng mövzudur. Məsələn, ürəyin nə cürsə elə. Ürəkdən məqsəd ruhdur. Yəni düşəndə sən vicdandan, sən bu ruhun oğurluq istəmir. O üçün deyirlər ki, ürək nəsil onu elə. Ürəkdən məqsəd o ruhdur. Gör sən ruhun, düşün vicdanla oğurluq eləmək istəyir. Vicdanla düşünsən, vicdanla, ha, elə belə yox. Düşünsə nəfsindən, deyəcək ki, hə, oğurluq da nə olsun ki, məsələn, güləcək hətta, yaxşı qəbul edəcək. Vicdanla düşünsə yox. Yəni insan özünə qələbə çalır. Hissiyyatla yox, ağılla davranır. Yəni insan sevəndə də, nə eləyəndə də hisslə eləməsin. Hiss aiddir müəyyən yeri var, həddi var. Bir çox şey var ki, orada hiss getmir. Ağılla sevməlisən, hisslərlə yox. Müvəqqəti olacaq hissəni sevməliyik. O şey var, dua yazılar ki, boğulan qız sevsin, qız boğulanı sevsin. Belə bu müvəqqəti bir şeylərdir. Pulla gedir, vaxtına gedir orada dualarda, ümidlərlə gedir. Sonra Allah'a qınır ki, Allah nə oldu? Allah sədmiş dua yazır. Neyse, ona bir ağır mövzuda, ona işimiz yoxdur. Və insan, bir deyək, iradəsi, məsələn, insan güclü olsa iradəsi, məsələn, bu şey eləmək istəyir, vacib işçi eləyəcək. Məsələn, pis işçi, bu şey eləmək istəmir. İçində hissdir ki, elə. Amma nədir iradə? Bir şey eləmək istəmir. Vəssalam da. O çox güclü insanı, iradəsinə iş görən insan, yaxşı iş görən insan, çox güclü insan həqiqətən. İradəni iş görən insan. Qapansa hissə, ay bu filan kəsdir, xəttinə dəymə, ay bu filan kəsdir, bu olacaq pərakəndəlik. Sonra, həris olmamaq dünya malına, bəzisi bu etiqadadılar ki, bu mövzu yeni bir şərt deyil. Yəni, bu adam ümumiyyətlə sərvətə, dünya malına, vəzifəyə həris olmasın. Ədalətin laziməsi, ədalətin tələbi budur ki, bu adam dünya məqamının xəstəsi olmasın. Məsələn, müştəridə, məsələn, mən elə eləm ki, mən xumus gəlsin, mən məsələn, filan yerin böyük tənləsinlər, filan. Deyir, yox, bu olmaz belə bir şey. Yəni, dünya mal olmalı bunda, dünya mal olsun bunda. Yəni, varlı olsun, qabəti yoxdur. İmam Peyğəmbər bəzi pullu olublar, varlı olublar, İbrahim Peyğəmbər kimi. Qəşəng paltar giyinib İmam Sadıq Əleyhisselam kimi. Amma ona bel bağlamasın. Məsələn, bunun malı var, ona bağlanmasın. O əlindən çıxan narahat olmasın, o həddə yəni. İmam Həsən Əsgər Əleyhisselam 11-ci imamımız hansı alimə tabi olaq, hansı müşridi qəbulləyə baxımından bir hədisdir. İndi vaxtımıza qalıb bizim harasa 10-15 dəqiqə. Vaxt bitsə, sizə çıxış verəcək. Bitməsə inşallah mən utaracam sizdən bir yerdə. Yox, əgər vaxt bitsə, sizə çıxış verər. Mən bugün bu dərsi yekunlaşdırdım. İnşallah dərs oxuyacaq başqa bir maraqlı məlumatlar bu fiqh ilmindən. İmam sual soruşur, İmam da qəşəng bir cavab verir. Deyir ki, Quranda ayəmiz var. İmama deyirlər ki, İmam axı təqlid deyirsiniz ki, olmalıdır, vacibdir. Quranda ayəmiz var. Allah deyir ki, təqlid etməyin alimlərdən. Bu nə deməkdir bu? İmam deyir ki, bəli. Quranda ayəmiz var. Yahudilərin, məqsəd avam yahudilərin məsləhətli olmayan alimlərindən təqlidini Allah məzəmmət edir. Yəni, təqlid var. Münasib insandan gəlsə təqlid edərsən. Məsləhət bilmirsənsə təqlid eləmə. Məsləhət yəni ki, öz fikrini yox. Həqiqətən məsələ insan deyilsə bu adam, yəni o müşriklərin şərtlərinə cavabdeh deyilsə, cavab vermirsə, nə olsun alimdir, təqlid etməli deyilsən. İmam buyurur ki, Allah o alimləri pisdir ki, o alimlər alimin dərəcəsinə layiq deyirlər. Məsələn, onlardır fasiqlərin fasik idilər, yalancı idilər, haramxor idilər, rüşvət alırdılar və Allahın dini hökmlərini dəyişirdilər. Yenə də bunlar bunu bilə-bilə, görə onların təqlid edirlər. Bunu Allah pisləyir. Amma sonra buyurur ki, əgər bu məsələ hətta baş versə müsəlmanlardan, yəni fasik, günahkar, nə bilim, tuğyan əhli, təəssüb əhli, yəni pis, dünya məhəbbəti qəlbində olan həris insana
Müsəlmanlar təqlid etsələr də pisdir. Təqlid vacibdir. Kimdən vacibdir? Layiqətli olan insandan vacibdir. Bizim aramızda fərqlərimiz var. O şəxslərlə ki, özlərini saxlayırlar, nəfslərini qoruyurlar, dini qoruyurlar, nəfslərin əleyhinə çıxırlar, dünya malına tamahkar deyirlər, Allahın əmrinə itaat edirlər, haramlardan çəkinirlər. Bu sifətlər bizim şeylərimizin bəzi fərqlərindən vardır. Hamısından yoxdur. Kimlər ki var, onu təqlid edir. Bu da bir məsələ.